Salam dostlar. Bugünkü vlogumuz İmamzadə ziyarətgahı ilə bağlıdır. Bildiyiniz kimi İmamzadə ziyarətgahı Gəncə şəhərində yerləşir. Biz bugün uşaqlarla geyindik, keçindik, getdik ziyarətə. Dualarımızı, arzularımızı, istəklərimizi Allahın evində Allaha söylədik. Allahla danışdıq, Allaha bir adım yaxın olmağa çalışdıq. İnşallah ki Allah hər kəsin yaxşı niyyətin, arzusun, dualarını qəbul etsin. Bizim də dualarımız onun içində olmaqla. Amin inşallah. Mən artıq 6 ildir bu ziyarətgaha gəlmirdim Gəncə şəhərində yaşamağıma baxmayaraq. Nəhayət bugünə qismət oldu. Mən övladlarımla gəldim. Mən sonuncu dəfə bura gələndə böyük qızımın 3 yaşı var idi. İndi artıq hər iki övladımla gəlirəm. Nə gözəl hal, nə sevindirici hal ki, 2 övladımla artıq buranı ziyarət etməyə gəlirəm. Mənim diqqətimi divardakı rəsmlər çəkdi, şəhidlərimizin şəkilləri çəkdi, mərmər üzərində işlənmiş şəkilləri, bütün Gəncə şəhidlərinin hər birinin şəkli o divarda asılmışdı. Hətta mən orada təyyarə qəzasında, 26 dekabr təyyarə qəzasında həlak olan pilotlarımızın şəkillərini belə gördüm və həqiqətən çox üzücü bir hal idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. ای ساقی حرم ابوالفضل نهایت کرم ابوالفضل قیامت hiç resen sen آقا Ələ alan ələm ابوالفضل bizi sen iste Kərbəlaya o vadiye şur و صفaya darıxmışam nə vaxtı ağa Hərəmdəki hal و havaya Ey ələmdar Hüseyin, ələmdar Hüseyin, ələmdar Hüseyin, ələmdar Hüseyin Arzu qudələrin qoyma ürəklərdə qala Kəff ol Əbbasidən o kər gələ mehmanın ola Nuhə xan gərdə səsən qayə hərəm ya bəlfəz Bizdə fəryad edərik bollara qurbanam ağa Azərilər hamıdan səni artıq istər Kəff ol Əbbasində hamı bahəm səslər Hansı quruhin belə mövlası var Şiələrin Həzrəti Əbbası var Həzrəti Məhdi gələr Ola zəvvar Hüseyin Bu şuar ilə dolar Kullə meynul hərəmə Ziyarətimiz bitdikdən sonra uşaqlarla gəldik, biraz əyləndik. Dedik, güldük, uşaqlar parkda əyləndilər. Sonra isə yedik, içdik. O məqamları qeydə almamışam, videoya çəkməmişəm. Sonra yol kənarında belə bir gözəl bir mənzərə gördüm yaşıllığın içində. Güllər, çiçəklər, harda gül çiçək var, mütləq orada mən və kameram var. Bir də burada mənim uşaqlıq xatirələrimə aid bir dənə şey tapdım. Bu zəncir otu olmalıdır, səhv eləmirəmsə adı. O yəni o çiçək bilmirəm açandan sonra, çiçək solandan sonra neysə üzərində belə üfürcəklər əmələ gəlir, maraqlı bir şeylər alınır. Yəni bunu üfürürsə çox maraqlı bir şey olur. Biz 90'lardan qalma uşaqlar olsaq da bəzən uşaqlaşa bilirik. Bizim ruhumuz cavandır, biz də uşağıq. Uşaqlarla bərabər mən də bu çəmənlikdən bu otlardan yığdım, üflədim. Təbii ki bu məqamları lentə almamışam, sadəcə uşaqları çəkmişəm. Demək olar burada çoxsun uşaqlar qırdı, üflədi. Sonra biz orada fikir verdik ki, yolla keçən uşaqlar da bizdən sonra bu otdan qırıb üfləyirdilər. Sanki iyi bir şeylərə vəsilə olmuş kimi mən də sevindim. Özümlə qürur duydum ki uşaqlara nəysə maraqlı bir şey öyrətdim. Bizim bugünlük vlogumuz bu qədər dostlar. Mən isə sizi sondakı gözəlliklə baş-başa buraxıram. يا أنا وياك صرنا القصص الغريب يا أنا وياك وانسرقنا كتيبة وعرفوا إنك